Özümü istəyərdim ki, Sabit Cocuğlu kimi tanısınlar. Düzdür, soyadım Qurbanovdur. Lakin nəsil adı Cocuğlu olaraq Cocuq oğulları istəyərdim o cürdə tanıdım. Və təbii ki, bir tədqiqatçı, araşdırmacı və əsas artefakt ovçusu kimi tanısınlar. Milli yoxsa dəbli geyinmək? Təbii ki, milli. Milli, yəni bugünkü günü biz görürük ki, yəni tarixə qayıdış, özünə dönüş artıq düzgün çıxmır trend desək. Əslində özünə dönmə bu təbii bir haldır. O hər bir millətdə bu hiss olmalıdır. Mən bugünkü gün müşahidə edirəm ki, məsəl üçün bizim Qazaq qardaşlarımız, Özbək qardaşlarımız milli geyimdən tez-tez istifadə edirlər. Hətta onların milli belə deyək, baş geyimləridir, onların kamzol deyirlər Qazaqlar, qadınların milli geyimidir. Hətta rəsmi görüşlərdə belə onlar milli geyimdən istifadə edirlər. Bu da çox belə xoşa gələn haldır. İstərdim ki, o tendensiya bizdə də davam eləsin. Öyüd almaq yoxsa öyüd vermək? Təbii ki, elə bir insan var ki, ondan öyüd almaq istəyərəm, daha üstün tutaram. Elə insan da var ki, öyüd vermək. Lakin verilişin formatına görə daha çox öyüd almaq istəyərəm. Hansı yöndədir? Ailə qurmaq yoxsa karyera? Təbii ki, ailə. Ailə özü kiçik bir dövlət. Yəni, ailə gələcəkdir. Övladlardır, yəni bunlar da belə deyək, karyera elə də vacib bir məsələ deyil. Sevmək yoxsa sevilmək? Sevilmək. Mən sevilməyi seçərdim. Ona görə gözəl duyğudur. Çay yoxsa qəhvə? Qəhvə. Ona görə ki, insanın başını daha aydın saxlayır, yəni belə deyək, bir növ təravətləndirir. Çay isə ziyandır. Vitamin C-ni orqanizmində məhv edir. Avtobus yoxsa təyyarə? Avtobus. Ona görə ki, uzun səyahətlərə çıxanda, yəni ətraf mənzərəni seyr etmək üçün mən avtobusu seçirəm. Qarlı yoxsa günəşli hava? Günəşli. Günəş ümumiyyətlə bizim elə keçmişdən də günəşə belə deyək, bizim əcdadlarımız günəşə sitayiş edib. Günəş istilik deməkdir, günəş imkanlardır. Yəni bir növ bizim peşəmizlə də bu bağlıdır. Artefakt ovçuları əsas qış aylarında biraz passivləşir, amma günəşli havalar olanda biz axtarışlara çıxırıq. Ona görə məndə belə bir assosiasiya yaranır. Köçəri yoxsa oturaq? Mədəniyyətimizi göstərmək üçün köçəri. Elə köçəri. Köçəri. Yəni biraz analiz elədim, fikirləşdim ki, elə köçəri. Ona görə ki, türk bir yerdə durmağı sevmir. Keçmişə dönmək yoxsa gələcəyə getmək? Keçmişə dönərdim. Yəni indi o almadığım, görmədiyim zövqləri sadəcə olaraq kitablardan eşidirik. Məsəl üçün bizim mərd babalarımız haqqında dastanlardır. O keçmişdə qalmış, yəni öz istəyirəm ifadəmə görə o kişilikdə, namusda, milli mənəviyyətdə, yəni o keçmişdə olduğu üçün istəyirəm ki, onu əyani şəkildə görəm. Ət yoxsa tərəvəz yemək? Ancaq ət. Ancaq ət. Yəni ət enerjidir. Tərəvəzlə dağa qalxa bilməz. Əlbəyaxa yoxsa silahla? Əlbəyaxa. Ona görə ki, sözün açığı mən hesab edirəm ki, odlu silah icad olunandan sonra, yəni kişilik bir növ arxa plana çəkilib. Bu da, yəni yaşam özü sınaqdır. Yəni necə deyim, insaf qəbul eləməz ki, odlu silahdan kimsə vurasan. Can sağlığı yoxsa var dövlət?
Təbii ki, can sağlığı. Can sağlığı olandan sonra var dövlət qazanmaq asan. Yad planetli ilə rastlaşsaz qonaq edərdiniz ya qonaq gedərdiniz? Qonaq gedərdim. Qonaq gedərdim ona görə ki, istərdim öyrənəm, yəni onların yaşam tərzi, yəni o belə bir növ onların dünyasını görmək üçün qonaq gedərdim. Birlikdə yoxsa tək başına işləmək? Komanda olaraq üstünlük verirəm. Yəni tək darıxdırıcıdır. Maraqlıdır, darıxdırıcıdır. Dostlar yoxsa qohumlar? Sözün açıq dostlar. Qohumlarla qan bağlılığı var. Amma ünsiyyət, belə deyək, problemlərlə bölüşmək, tək problemlərlə yox, təəssüratlarla təbii ki, dostlar daha yaxın olur. Musiqi yoxsa rəsm? Rəsm. Ona görə ki, özüm də biraz rəsm çəkməyi sevdiyimə görə rəsm seçirəm. Gecə yoxsa gündüz? Gündüz. Mən səhərlər tez durmağı sevirəm. Və gündüz mənə elə gəlir ki, imkanlar vaxtıdır. Yəni gündüz vaxtı hər hansısa bir işi görmək olar. Gecə vaxtı da görmək olar təbii ki, amma gündüz vaxtı Tanrı tərəfindən bizə göndərilən bir belə deyək, bir epizoddur ki, bir məqamdır ki, hansısa planları, hansısa işləri həyata keçirmək üçün. Ox yay yoxsa tüfəng? Ox yay. Elə o bundan qabaqki odlu silahla bağlı məsələyə görə. Foto yoxsa video? Video. Yəni təfərrüatlar daha çox. Şərq yoxsa qərb? Qərb. Ona görə ki, daim olaraq məndə qərb sözü Qərbi Azərbaycanla assosiasiya olunur. Ona görə daim ora çəkir məni. Özüm də ola bilsin şimali qərbdən olduğuma görə qərbə daha çox üstünlük verirəm. Kitab oxumaq yoxsa film izləmək? Kitab oxumaq, təəssüflər olsun ki, bugünkü günü film izləmək daha asandır. Amma kitab oxumaq daha maraqlıdır. Göyün üzü yoxsa suyun dibi? Göyün üzü. Yenə də yəni bir aydınlıqdır. Həm də ki, mənim üçün göyün üzü, səma Tanrı deməkdir. Sakral bir məna daşıyır. Ağıl yoxsa qəlb? Ağıl. Hisslər bəzən düzgün istiqamət verməyə bilər. Dağlar yoxsa dənizlər? Təbii ki, dağlar. O bir məşhur deyim var, dağlardan yaxşı ancaq dağlar ola bilər. Ona görə dağlar. Varlıqlı olsaydınız şəhərdə yoxsa kənddə yaşamağa üstünlük verərdiniz? Bir mənalı kənddə. Yəni özümə şərait yaradıb kənddə yaşayaram. Hətta belə deyək, öz doğma kəndimdə yaşayaram və onu belə deyək, köhnə bir modeldə inşa elətdirərəm. Yəni imkanım o dərəcədə yaxşı olsa, evləri bərpa elətdirərəm. Yəni hansısa bir mədəniyyət evi orada tikdirərəm. Yəni bir etnik kənd kimi ərsəyə gətirərəm. Uzaqdakı yaxın yoxsa yaxındakı uzaq? Uzaqdakı yaxın. Yəni dostlarımın bəziləri uzaqda olduğuna görə mən məsəl üçün yaxındakı uzağı görməkdənsə elə onlarla WhatsApp vasitəsindən və ya onlayn danışmaq daha xoş olur. Çox gözəl verilişdir. Əslində belə deyək, psixoloji cəhətdən insanın adi rutin həyatda fikirləşmədiyi məsələlər, qısa suallar olsa da, yəni insanı belə deyək, fikirləşməyə vadar edir və bir növ özünü yenidən tanımağa. Hətta elə suallar oldu ki, yəni mən fikirləşdim. Yəni fikirləşdim ki, və özümdə nəsə yeni bir kəşflər elədim. Sizə uğurlar arzulayıram. Gözəl formatda, gözəl verilişdə.